Onu da qeyd edim ki, cavab kartını hazırladıqdan sonra, indi mən burada təxmini bir nömrələmə etmişəm təbii ki. Bütün mətni seçərək, düşünə bilərsiniz ki, axı cavab kartında burada rəngli ola bilər. Ctrl+A klaviş kombinasiyasını eyni anda seçirik. Ctrl+A eyni anda vururuq. Fikir verin. Bütün burada qeyd etdiyim mətn hər biri işarələndi. Mən indi 51-ə qədər bunu paste etmişəm. 52-ni artıq etməmişəm. Siz istədiyiniz təbii ki, nömrəyə qədər edə bilərsiniz. Gəlirik burada. Baxın, bu kiçik AB olan hissəmiz, bunun sadəcə arxa fonunu dəyişir. Fikir verin, bütün həmin o nömrələmənin ümumilikdə hər birinin arxa fonunu dəyişir. Buradakı bu böyük A, altından qırmızı xətt olan işarəmiz isə, diqqət yetirin, baxın, əsasən cavab kartlarında bu cür olur, yəni qırmızı formada rənglənmə. Fərqi yoxdur, sizin ürəyiniz nə cür istəsə, burada rəng seçimlərindən istifadə edib istədiyiniz rəngi dəyişə bilərsiniz.